Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizləri yenə də Bərdə Maşın Bazarından salamlayıram. Dəyərli izləyicilər, maşın bazarında bax belə qardaşımızın gözəl bir kafesi var. Çox sərin bir yerdədir. Sürücü kafesidir. Burada həm qardaşımız çay verir, həm də yeməklər verir. Xaşdır, xəngəldir, yumurta pomidordur. Bir çox yeməkləri var, adlarını yadımda saxlaya bilmədim. Siz də maşın bazarına gəlib dincəlmək istədiyiniz vaxtı bax qardaşımızın bu kafesinə gələ bilərsiniz. Yük maşınları olan hissədədir. Gözəl bir sərinlik yerdə yerləşir. Qardaş, Allah xeyir versin. Allah köməyiniz olsun. Qazeldir, eləmi? Bəli, Qazeldir. Bütün izləyicilərə əvvəlcə salam deyirəm. Bütün alıcıların da, satıcıların da Allah hər iki tərəfin xeyrini versin. Bəli, Qazeldir. İl 2011-dir. Mühərrik UAZ mühərriyidir. 2.9 mühərriyidir. Benzindirmi? Benzindir. Böyük motor olmağına baxmayaraq, yəni təbii ki, UAZ motoru mühərriklər içərisində öz sözünü deyən mühərriklərdəndir dözümlülüyünə görə. Həm də çox ekonomdur. Demək olar ki, 180-190 kilometr yolu biz Saatlı rayonundan gəlmişik. 13-14 manatla gəlibmişik. Çox ekonom maşındır. Bez detaldır. Dəyişən bir detalı yoxdur. Dəyişən bir detal. Nə var üstündədir? Yəni ki, yükə də girməyib. 6+1 sərnişin götürmə qabiliyyəti var. 2 ton 400-də yük götürmə qabiliyyəti var. Yəni hal-hazırda yəni ki, heç bir problemi yoxdur. Göründüyü kimi təmiz maşındır. Maşın nə vaxtdan sizdədir? Maşın demək olar ki, 9 aydır bizdədir. Bizdə də yəni ki, heç alınandan yükə işlənmədi. Fikrimiz yəni ki, bir nəsə kiçik bizneslə məşğul olub bu işi görmək idi, qurmaq idi. Ona görə heç işimiz alınmadı deyə bu maşın da işə yaramadı. Elə qaldı, elə həyətdə marketə getmək, nəsə belə yük almaq, gətirmək, belə şeylərlə məşğul olub. Yəni maşın orijinal da probekti 168.697 kilometr yürüşü var. Orijinal yürüşdür. Kim istəsə, harada istəsə yoxlada bilər. Sənədə aformutdurmu, etibarnamədirmi? Sənəd də ki, yaxın adamımızındır. Öz adımıza da Generalni Davernus'u. Yəni sənəd demək olar ki, %100 qaydasındadır. Sənədlərdə heç bir problemi yoxdur. Necə ki, maşında da problemi yoxdur. Bir illik etibarnamə vermək olacaq? Bəli, bir illik də verə bilərik. Lap gedib rahat şəkildə öz adını da formut eləyəcək. Alandan sonra xərcləriniz nə oldu? Nə düzəltdirdiniz? Alandan sonra 9 ay keçirdi. Alan sürülmədiyinə görə məsələn akkumulyator qoyuldu. Lazım olan şeylərlə məsəl üçün öz zövqümüzə görə LED işıqlar qoyuldu, işıqlar dəyişildi, LED işıqlar qoyuldu. Təbii ehtiyaclar, bəzəklər. Bəzəklər yox, bəzəklər necə var olduğu kimi qalıb, göründüyü kimidir. Altıdakı, yəni indi çəkilişdə görünməsə də alıcı inşallah qismət olsa qaldırıb məsəl üçün yamiyə baxsa, altı üstü kimidir. Ağappaq gül kimi zavoddur. Heç bir pası çürüyü yoxdur. Mühərrik də deyirsiniz, UAZ mühərrikdir. Zavoddan gələndirmi, yoxsa sonradan quraşdırılır? Zavod üstündə gələn mühərrikdir. Bəli. Benzin mühərrikdir. Benzin mühərrikdir. Nə qədər yanacaq yandırır, onu da bizə deyin. Yəni mən belə deyək də tam detallı şəkildə deyirəm. İndi alıcılar da onu lap özləri rahat hesablayarlar. 184 kilometri mən naviqasiya ilə gəlmişəm. 15 manatlıq, yəni ki 13 litr, 14 litr arası benzin yeyir. Bu da hardasa orta hesabından gəlib düşür 8-9 litrə. Heç 10 litrə düşmür. Problem yoxdur mühərrikdə. Yağ azaltması, səsi. Heç bir problem yoxdur. Heç bir xodlamışıq gəlib burada dayanmışıq. Ötürücülər qutusunda, korobkada. Yəni ki ona bəlkə də hələ bir karanti də verə bilərik. O dərəcədən ona cavab verir. O dərəcədə Difer necədir? Səsi yoxdur ki, diferi. Yox, hər şey qaydasında. Bunlarda problem kardanda filan da nəsə olurmu yoxsa? Heç bir problem yaşamamışıq biz. Heç bir səs də yoxdur. Rama varmı yoxsa bunlarda rama olmur? Bunlarda rama var, gül kimidir. Yəni nə qaynaq olunub, nə bir şey. Necə zavodskoy gəlinib, elə də yəni ki raması var. Çürüyü pası da yoxdur. Heç. Səsi küyü necə? Səsi küyüdə yəni daşkəsəkli yolda sürəndə səs belə deyək də, daşkəsəkli yolda da elə necə yəni ki özünə uyğun yəni ki səsi var da, maşının böyüyünə, həcminə uyğun səsi var. Yəni ki öz səsidir. Yəni ki yox, yəni deyirəm dəyişləsi nəsə yoxdur ki, səsə küyə görə. Dəyişləsi heç nə yox. Çox səssiz, küysüz maşındır. Çox səliqəlidir. İnşallah kim alıb onunla ruzi qazanmaq istəyirsə, Allah ona qismət eləsin. İnşallah peşman olmaz. Amin. Təkərləri normaldır. Təkərlər də normal. Təkərlər vəbşi əla. Lassa təkərlərdir. 6 dənə lassa təkərlər. Arxalar 2 qoşa təkərdir.
Qabaqlardakı tək-tək təkər, Lassa təkərlərdir, orijinal təkərlərdir. Kraskalanmış olar yəqin ki, eləmi? Biz tərəfdən kraskalanmır, heç vəbşə kraskalanmır. Necə zavoddan gəlib, elə də kraska üstündədir. Şüşələr necədir? Qırıq çat varmı şüşələr? Şüşələr Ön alın şüşəsində ləkədir mi o? O ləkədir. İndi Ləkəsi var, biraz ha. yağış yağdı zad elədi, ona görə onun ləkələrdir. Heç bir ləkəsi şüşəsi, qırığı zadı yoxdur. Deməli 2 nəfər öndə əlavə otura bilir, 2 sürücüdən nəfər əlavə. öndə oturur. 3 nəfərdirmi arxada, yoxsa 4 nəfər? Arxada da 4 nəfər, 6 plus 1. Sənəddə yəni qeyd olunubdur. Sənəddə bəli, sənəddə də qeyd olunur. Lap yaxşı. 2 ton 400-də yük götürmə qabiliyyətidir, öz çəkisindən başqa. Qiyməti neçə deyirsiniz? Qiyməti də bugünkü günü, yəni indi bazarla maraqlanmışıq, bir bazara yəni ki nisbətdə biraz aşağı deyirik, endirilmir. Çünki məqsədimiz bu maşını satmaqdır. Maşının yəni sahibi mənim bir oğuldur, özü xaricə gedəcək. Ona görə satmaq istəyir. Biraz aşağı deyir, 9,5 deyir. 9500 Yeni Azərbaycan manatına satmaq istəyir. Real alıcı olsa inşallah ki endirim olacaq. 9-dan aşağı düşmək olarmı, yoxsa son fikir 9-dur? Son fikir, yəni belə deyə də, yəni ki açıq, son fikir 9-dur. Aha. İndi kimsə orada gələr nəyəsə bir əgər gəlib bu bazardan alarsa və yaxud da rayonumuzdan alarsa ona yol pulu keçərik. Telefon nömrəsində qeyd edin. Telefon nömrəsi 070 827 72 91. Maşınımız da hansı rayondaydı? Saatlı. Maşınımız Saatlı rayonu Saatlı düz mərkəzində. Uğurlar arzu edirəm qardaşım. Sağ ol. İşləriniz avanda olsun. Sağ ol, Allah razı olsun. Allah sizə şüzə vand eləsin. Təşəkkürlər, sağ olun. Sağ olun, var olun. Qardaş, Allah xeyir versin. Sağ ol, çox sağ ol. Sizdə də Ford Transit. Bəli. Buyurun, məlumat verin. Bilək necə maşındır maşınımız? İli 98-dir, zavod 5+1. Nə vaxtdan sizin maşındır bu maşın? Belə 2012-dən Maşın sizdə. Gürcüstandan özümüz gətirmişik. Aformutda yəqin ki bir Hə, baş öz öz tex adınıza. pasportu öz adımıza. Mühərrik Sənəd- bunlardan neçə olur? 2.5 sadə motor, sadə nasosdur. Dizel olur da Bəli, bunlardan. bəli. 2.5 dizel, sadə motor, sadə nasos. Hazırda zavoddan gələn mühərrikdirmi, yoxsa Bəli, dəyişilib? bəli, yox, elə zavoddan gələn mühərrikdir. Nə vaxt yığdırmısınız? Mühərrik yığılmır, belə zavod mühərrik. Yağ azaltması nə qədərdir? Cüzi miqdarda o 7000 azada belə baxsan. Əlavə olunurmu, yoxsa ehtiyac qalmır? 300-500 o da 5000-dən bir zat dəyişdirən ehtiyac olmur. Mühərrikin səsi yaxşıdır. Normaldır. Nə qədər yanacaq yandırır? Elə onu da belə 8-10 başdan litr arası belə sərfiyyatı var da baxır sürüş Sürdüyümüz qaydasına. yola. Hə. Konserv varmı Yox, bunlardan? kondisioner yoxdur. Korobkası necə? Korobkası 5 skorustu yaxşı vəziyyətdədir korobka. Atma, səs Yox, yox ki. yox. Arxa çəkir də bunlardan. Arxa səsi var. Diferdə vəziyyət necə? Diferdə yüngül səs yoxdur, lift var. Şirinlik var da böyle lifte yok. Şirinlik, yüngül şirinlik. Düzəltmək olarmı yoxsa? Hada qiymətə Dəyişmək razı. lazımdırmı? Eləsin deyirəm. Satalist deyirlər, yəqin ki düzələr. Prosta söktürməmişəm. Ehtiyac bilməmişəm. Altı necə? Zədə varmı Yox, kolunda? altında çürük yox, pas yox. Üzünün kraskası gördüyünüz kimi qaydasındadır. Peredokda ümumiyyətcə maşının Peridoku altında təzə səs küyü yoxdur yığdırmışam. ki. Hardasa bir ay bundan qabaq yığdırmışam, elə görünür da hündürlüyü. Təkərlər yaxşıdır. Hə, təkərlər yaxşı vəziyyətdə. Təzə təkərlər. Onlarda dəyişilən soruşurlarmı, yoxsa yük maşınıdır deyə ehtiyac Yox. yoxdur elə? Vuruq darı yoxdur, belə dəyişənlər o krılon ayaqlarını qısıb dəyişdirmişəm. Çürüyə görə. Çürümə olur da. Bunlarda xəstəlik də belə deyək, normal dildə desək, bunlar tez çürüyür. Alt hissələrindən. Hə, buralar çürüyür, onları da hamısını çıxartdırmışam. Kraska da yəqin vurulmuş olar, hə? Hə, da kraska vurulur 98-dən mən. Təbii ki. Müəyyən yerlərində qopan hissələr var, gözəlləşdirmək Kapot istəyən hissədədir, bir də o hissələrdədir. Hə, o ön alın normal şüşəsinin tən ortasından çatı var. aha. Şiti yaxşıdır, yoxdur ki ləkədir, Yox, qırıq salonda problem yoxdur. Oturacaqlar da ki 6 Hamısı- nəfər yoxsa neçə nəfər otura 5 bilər? plus 1. Aha. 6 nəfər. Öndə 2 nəfər, arxada 3 nəfər, hə? Bəli. Qəşəng. Arxa hissəsinə də yük yığmaq olar. Yük üstündür bəli. Neçə ton yük götürə Vallahi bilər? yalan deyirəm. Yəni bu yük maşını 1 ton götürürmü görən? Vursan gedər, prosto yəni Müəyyən, vurmamışam, amma hə. ehtiyac olmur. Çünki xırda şişə sürür, də öz işinizə sürür. Başa düşdüm. Maşınımız bu vəziyyətdədir. İstəyənlər sizinlə əlaqə saxlasın. Bəli. Qiymətini də deyin. 14 yarıma deyirəm, razılaşmaq olar. 14500-ə deyirsiniz. Bəli. 13500 sayan olsa nə deyək? Allah xeyir versin. Xeyir versin deyək. Sayan olsa Hə. deyər. Problemləri də vardı, çıxarıq İndi onları. o hədə onun da qiymətdən çıxıb şey. Hansı rayondasınız? Goranboy rayonu.
Əlaqə nömrəsini deyin. 050 891 88 44. Allah. Adım Elmandır. Elman qardaş, Allah xeyir versin. Sağ ol, çox sağ ol. Siz də sağ olun. Qardaş, Allah xeyir versin. Sağ ol qardaş. Maşınımız sizdə də Ford deyilmi? Ford Bəli, Transit. Bəli, bəli. İli 98-dir, 2.5 sadə motordur. Qiyməti 16 plus 1-dir. Sərnişin üçündür. Sərnişin üçündür. Qiyməti 12500. Nə vaxtdan sizdədir bu maşın? 6 aydır. Sənəd formutdurmu, etibarnamədirmi? Etibarnamədir general. Vaxtına varmı? Var. Sənədlər necə? Texniki baxışı, sığortası? Var, hamısı təzə kesilmişəm, bir 10 gündə kesilmişəm. Sığortasını da texniki baxışım. Xərcləriniz nə olub dalandan sonra maşınınıza? Nə düzəltdirmisiniz? Ondan sonra demək olar ki, heç nəyin düzəltdirməmişəm. Elə necə almısınız o Necə vəziyyətdə? almışam elə. İşlədə bildinizmi? İşlədə bilmirəm də, elə işlədəmədim, şofer tapanmadım, deyin satırım. Hə, mən də deyirəm yəqin ki, genişləndirmək istəyirsiniz, böyük Yox, avtobus alasınız. özümün Vitam var. Bunu almışdım ki, işlədəmədim. Özüm yox, şofer də daha tapanmadım. Kateqoriya problemi var da, D kateqoriyası yoxdur deyilir. Ha, özünüz işlədə bilmirsiniz. Bəli. Maşınımızın mühərriki deyirsiniz 2.5-dir, 2.5. dizel mühərrikdir. Bəli. Necədir mühərrikin vəziyyəti? Əladır. Zavod mühərrikidirmi, yoxsa dəyişilibdirmi? Yox, zavod mühərrikidir də. Sənəddə qeyd olunan mühərrikdir. Bəli. Necədir mühərrikin vəziyyəti? Nə Bir zaman də- yığıldığını bilirsinizmi, yoxsa? Yox, alanda dedi ki, yığdırmışam, hardasa 1-2 ay olar. Ondan bu yana heç nə yoxdur. Bir dənə Urlavoyun salnikindən yağ axıdır. Sonra başqa iş. Mühərrikin özündə yağ azaltması səs yoxdur. Yox. Yanacaq nə qədər işlədir? Yanacaq sərfiyyatı bilmirəm, normaldır da. 8-dirmi, 10-durmu, yoxsa 12-dirmi, nə bilək bunu? Qardaş, Standart 10 olar. 10 olar. təxminən 10-dur qardaş deyir. Yoxlamamışam da yanına. Korobkada vəziyyət necədir? Əladır, yəni başqa heç bir problem yox. Difer də var da bunlarda, arxa çəkən maşında. Bəli, yoxdur heç bir şey yox. Diferdir, kardandır, nəsə belə səs hidrogeniyası. Hidrojeniya zat heç bir şey yox. Altında çürük pas. Yoxdur heç. Heç olmuyubdu, yoxsa olanlar çıxıbdımı? Yox, mən alandan bu belədir, amma heç nə eləməmişəm. Bir Heç bəlkə də baxmamısan altına. Yox, baxmışam, yoxdur çürük. Bir dənə kosmetika işi var, çöldən bu belə. Səsi küyü necə? Daş kəsəkli yolda səs eləmir ki? Yox. Peredok yaxşıdır. Yaxşıdır, hamısı əla. Bunlarda da ki, ta dəyişiləni bilmək olmaz. Kraskadakı vurulub əvvəllər. İndi də Kraskad da işi var, belə gördünüz kraskad. gözəlləşdirmək üçün vurmaq lazımdır, Hə. hə? Önündə nəsə olub da, kapotda əziklər var. Bunlar da hədə, bunlar Vuruq olubdumu, yoxsa nədir belə? ben almışam, Hə, bilmirəm. sizdən əvvəl olubdu. Ön alın şüşəsində də çatı var bir yerində. Şiti yaxşıdırmı? Şitdə yoxdur. Yaxşıdır, yox. Şit normaldır. Yan şüşələr necə? Açılanları varmı yan şüşələr? Açılır. Yan şüşələr də normaldır. Oturacaqlar necədir? Hamısı əladır. Yəni ehtiyac yoxdur ki, remonta Yox. oturacaqlara. Belə də maşınımız sərnişin daşımaq üçün normaldır maşındır. 16 nəfər, bir dənə də sürücü 17 nəfər. Bəli. Hə. Qiyməti də dedik neçə dedik? 12500. 12500 dedik. Neçəyə verək bunu? 11000 əlində bax bu dəqiqə baxanlar var. Verəkmi? 11000-ə. Verək. 11000-ə qardaş deyir verək. Əlaqə nömrəsini deyin. 070 376 77. Hansı rayondasınız? Füzuli. Uğurlar arzu edirəm qardaşım. Sağ ol. Siz də sağ olun. Dəyərli izləyicilər, bu cavan oğlan gətiribdi maşınlarını satmağa. Sizdə də Ford Transit eləmi? Bəli. Maşallah olsun. Fordlar ki, qazelləri sıxışdırıb çıxarıb bazardan. Çox Forddur. Buyur qaqa, danış görüm necə maşındır maşınınız? İli 1995-dir ki 1997-dir. 97-nin maşını. Motoru 2.5 sadə motordur. Maşın kim işlədir? Atam. Atanın maşınıdır. Aha. Bilirsən də məsələn məlumatların var. Hə. Hə. Nə vaxtdan atan işlədir bu 4 maşın? ildir işlədirik. Yəqin aformut eləmi? Qardaş aformutdur yoxsa etibarnamədir? Necə eləyirsiniz? Hər il təzələyirsiniz? Kimdir o? Tanış adamdırmı? Bir illik ala biləcəyik, ondan yeni davernus. Hə, yeni davernusu deyir, bir illik ala bilərik. Hə, ustalarda da gün ustalarda keç, eləmi? Getdi, gəldi, deyir Yox. gedək ustaya. Xeyr. Aparmır ustalara. Yox, gecirik. Yox, bir dənə təkərlər. Qardaş deyir, alandan sonra təkərlərini dəyişmişəm. İndi də istəyir ki, da yaxşı maşın alsın, elə? Bəli. Bu çürüyür deyəsən yavaş-yavaş. Yox, bir dənə krelləndə çürük var. Motor nədir? 2.5 sadə. Dizel mühərrikdir, Bəli, 2.5-dir. Yağ azaltması, səsi, Yox. motor yaxşı. Yaxşı. Korobkası necə? Yaxşıdır. Yaxşı, super.
Difer, kardan. Yaxşı. Diferdir də arxa çəkir. Ha. Səsi yoxdur ki. Yo yo. Pol necə? Çürüyü var altında. Bax krellərdə çürük var, altda da yəqin var çürük. Yo yo yoxdur, altda yoxdur. Altı yaxşıdır. Ha, yaxşı. Maşınımızın təkərləri yaxşıdır. Səs küyü necə? Peredokdur, ümumiyyətcə maşında. Toy yaxşı, hamısı yaxşı. Dəyişiləni varmı bunun? Evet. Qapı, kapot, Yox, nə yox, bilim yox. belə şeylər. İndi də hazırda kosmetik işləri var. Ondan sonra kestik kamil, bir de stok. Dəyişmək mi yoxsa çürüklərini çıxardıb düzəltmək olar? Birisi çıkartırsın, siz de değişin. Ha, yoxsa deyirsən dəyişmək lazımdır. Dəyişiləsi deyil elə bilirəm. Yok değil, böyle gözümüzü böyle şeyler de var. Aha. Sürtüb düzəltmək olar da yəqin ki. Hündürlüyü nə qədərdir? Elə bilirəm hündürdür bu maşın o birlərinə. Biri girir de, zavatlı Nə yükü vurmaq olur bunlara? mersen var, meyveli var. Her şey. Mal, heyvanda vurmaq olar yoxsa Heyvan yok, mal heyvan yok. vurmamısınız siz də? Yok yok, mal heyvan maşını yok. Aha. Deyir qardaş deyir mal heyvana yaramır bu. Ön alın şüşəsində çatları var. Şitin üstü necə? Yaxşıdır, şit yaxşıdır elə bilirəm. Ha, yaxşıdır. Aha. Oturacaqlar amma yaxşı deyildi. Çoxlanmalıdır, remont olunmalıdır. Ha, olunacaq da o. Maşınımız belədir. Qiymət neçə deyək? 12800-ə. 12800-ə deyirik. Neçə deyir, neçəyə verək axırı? Axı 11500. Yo, 12800. 12800 hanı qardaşımız? Qardaş 11500-ə verək bu maşını. Neçədir? Son fikir neçədir? 11, 12? 12-dir qardaş deyir qutaranı. Hansı rayondadır? Tərtər olan Əsgər kəndi. Nömrə deyiz. Deyir, nömrəni deyir. 051 590 14 82. Allah xeyir versin. Sağ ol. Bax qardaşımız da bu cür qazeldir. Eləmi qardaş sənin maşının? Bəli. Qazel maşını satır. Deyəsən bu sərnişin olubdu, keçirmisən yükə. Bəli. Hə, buyur, məlumat ver bilək necə maşındır bu maşın? Yeri 98'dir, yük üçündür. İçerilər təzə motor qaydasında, karoka qaydasında, qadaboyda 10 kimi. Nə vaxtdan sizdədir maşın? Məndə hardasa bir 5 ay, 6 ay olar. 5-6 aydır. Aformutdurmu, etibarnamədirmi? Etibarnamədir. Sənədlər necə? Bir illik. Texniki baxışı, sığortası varmı Texniki hamısı? baxışı bir illik keçirib verəcəm, sığortadır 2 ayda olmuşdu. Daverin üstəki bir. Xərc oldu mu? Alandan sonra nə düzəltdirdiniz? Qadaboyunuz adını elə bilir, əl gəzdirdi. Hazırda hansı hissələrində xərclik yerləri var? Yeri Nə yox. düzəldiləsidir? Yoxdur, olarsa əgər mən tərəfdən qarşılanır. Maşınınızın mühərriki nədir? 2-4 benzin, Necədir mühərrikin vəziyyəti? normal. Yağ azaltmadır, səsdir. Yağ azaltması yoxdur, yağ axıdan yeri var, bir iki dənə yerlər, o da yüngül xərcdir. Ona görə yağ əlavə olunurmu yoxsa? Bəli, bəli. Saxlayanda mı yoxsa gedəndə mi Saxlayanda. axır? Korobkası necə? Yaxşıdır. Atma, səs. Xeyr, heç. Diferdə səs yoxdur. Yox. Kardan da yaxşıdır. Bəli. Drajeniya yoxdur ki. Yox. Maşınımızda ümumilikdə səs, küy. Heç nə. Bir dənə o dedim ki, motorda yağ axıdan yerdə vəssalam. Peredokun səs, küyü yoxdur ki. Xeyr, Altında çürüyü, pası. yoxdur, yox. Maşınımızın çöl görünüşü normaldır, amma kosmetik işləri elə bilən var, hə? Zavod kraskası da çox yeri. İl neçədir ki? 98. 98-də indiyə zavoddan qalarmı kraska? İyi qalmış. Hə, aynalardakı yan şüşələri kraskalamışıq, ön alın şüşəsi qırıq deyil. Eləmi? Yoxdur ki, qırığı çatır. Yox, yox. Şiti normaldır. Bizdən oturacaqlarda elə biləm süzülmələr, yeyilmələr var. Üzdən üzüm parçası. Maşınımızın təkərləri yaxşıdır, Hamısı dedikmi? təzədir. Təkərləri dedik. Nə qədər yanacaq yandırır onu da deyək də. Yüzə hardasa 12-13. Qiyməti neçə? Qiyməti 6-2-yə deyil. 6200-ə deyirsiniz. Endirim də eləyəsiniz. 6-2-dən 5-5-ə verəkmi bunu? Verərik ki, də, baharıq da bax. Əsas odur sizlə əlaqə saxlasınlar. Hansı rayondasınız? Bərdər abi. Uğurlar arzu edirəm qardaşım. Əlaqə nömrəsini de qardaşım. 050 551 24 46. Xeyirli uğurlu olsun. Qardaş Allah xeyir versin. Allah köməyim olsun. Sizdə də qazeldir, kuzalı yük qazeli. Buyur, məlumat ver bilək, necə maşındır bu maşın? İli 98-dir. Tex motor sığortahan təzə olunubdur. Bir aydır oldu. Motor, karovka, difer, super, bez problem maşındır. Otu sür. Bax gözünüzün qabağında. Nə vaxtdan Təz- sizinkidir bu maşın? Maşın demək olar ki, çoxdandır. Əmoğlunun maşını olubdur. Elə oradan özümüz almışıq.
Sənə Bir ay deyirəm olar. görüm Bir ay, aformutdum. bir ay. Yox, davernusdur. Etibarnamədir. Hə, kim alsa 1 illik davernus verə bilər. Öz adımızadır. Texniki baxış sığortası deyirsiniz var. Hamısı təzə olunubdur. 1 ayda oldu ikisi də. Hə, lap yaxşı. Təkərlərin hamısı təzə, Euro-2, təzə part bilesi, karovkası. Bax, karovka bir dənə zad niyə keçmirdi, onu qoyub yeri. Mufta karetasıyla, texnizatorlarla hamısı təzə dəyişmişik. Ondan sonra resorları bax, Euro, nə bilim, 5 ton yükü vur sür. Oğul istəyir oturur üstündə çörəklə. Bax, içini görsən, nətər göy yığılıb. Bunları siz elədiniz mi alandan sonra, Hamısı. yoxsa? Hamısı elə. Hə, aldınız, düzəltdirdiniz maşınınızı. Hə, lap yaxşı. Mühərrikini yığdırmadın. Mühərrik yığılmağa ehtiyac yoxdur axı, mühərrik saat kimi. Bunlarda 2-4 olur. 2-4. Necədir mühərrikin? Yağ azaltması, Heç bir səsi? şey yoxdur. Qardaş, yağından belə hamısı təzə dəyişilib. Yanacağı nə qədər yandırıb? Yağınacağı da 100-ə 10, 11 belə də. Yüksüz vəziyyətdə. Yük olanda artırır Yük yəqin olanda ki. 12, 13 baxır da belə. Korobka yaxşıdır. Super, deyirəm karovkanı təzə yığdırdım içinin hər bir şeyini. Hə, yəni problemi yoxdur ki hazırda. Yox, heç bir difer, karovka, motor, ram motor. Diferdə də səs çiçək yox. kimidir. Çiçək, çiçək. Oğul istəyir otura söylə. Drajeniya falan yoxdur ki, Heç bir şey, əsməsi. qardaş, heç bir şey. Rama gücləndirildi deyirsiniz. Bəli. Qəşəng. Maşınımızın altında problemi yoxdur. Heç bir şey üstündə də yox, deyə qardaş. Daş kəsəkli yolda səsi küyü çoxdurmu yoxsa? Qardaş, daş kəsək yola salsın, bir dənə tıqqıltı gəlsə, nə desə eləyirəm. Qəşəng. Maşınımız göz Peredok qabağındadır. noldan yığılıb, Eşforniya kimi təzə yığılıb. Təkərlər təzədir. Maşınımızın kosmetik işləri elə bilirəm yoxdur. Tentində problem yoxdur. Heç bir yox. Polu necə? Taxta poldur. Təzə poldur. Maşınımızın şüşələri, baxın görüm yoxdur. Qabaq qırığı partbiles çatı. təzədir, təzə salınıb. Hə, qırığı çatı yoxdur. Oturacaqlar səliqəli, içərisi göy rəngdə yığılıbdır tam. Belə də maşınımız yaxşı maşındır. Əsas qiymətidir. Qiymətindən sonra biləcəyik ki, necədir. Qiyməti də qardaş 7200-ə, 7000-ə deyirəm, alan olsa yönləşərəm. 7000-ə deyirsiniz, Bəli. 6500-ə də vermək olar. Yox, Verməyə yox qiymətə. yox, düzəlişərik. Ola bilər ki, belə işte vermək. Əsas o da əlaqə saxlasınlar, Əsas eləmi? Deyilsə, hə. Əlaqə nömrəsini onda deyin də. 050 682 0161. Hansı rayondasınız? Bərdə. Uğurlar arzu eləyirəm Çox qardaş. sağ ol, var. Allah Siz də sağ olun. sağ olun.